Salam, hər vaxtınız xeyir olsun. Histologiya 54-cü sualdan davam edirik. Fagositozda iştirak edən bir membranlı hüceyrə orqanoidi hansıdır? Lizosomlardır. Fəaliyyəti zamanı ən çox oksigen ifraz edən orqanoid fotosintez prosesini həyata keçirən xloroplastlardır. Həqiqi ölçüsü göstərilmiş canlını Anton van Leeuwenhoek öz mikroskopunda maksimum hansı ölçüdə görə bilərdi? Biz bilirik ki, onun mikroskopu 270 dəfə böyüdürdü və 0,5-ə vurduqda 5 dəfə 7 35 3 yadda 13 135 nanometr görə bilərdi. Heyvan hüceyrəsində membransız orqanoid hüceyrə daxili həzmdə iştirak edir. O bir membranlı olmalı idi, çünki lizosoma aiddir hüceyrə daxili həzm prosesi. Hərəkət orqanoidinə rast gəlmək olar. Bəli, bu fikir doğrudur. Çünki qamçı var, yəni yalançı ayaqlara malik olan heyvan hüceyrəsində, heyvan hüceyrəsinin özündə spermatozoidində qamçı var. Buna görə də B variantı doğrudur. Şəkildəki orqanoid üçün şəkildə Holgi kompleksi göstərilmişdir. Doğru fikri müəyyən edin. Holgi kompleksi dənəvər və hamar tipləri var, səhvdir. 2-yə bölünmə yolu ilə çoxala bilmir fikri doğrudur. Çünki 2-yə bölünməklə çoxalanlar mitoxondri və xloroplastlardır. Ən qədim xlorofilli orqanizmlər bakteriyalar axtaracağıq, hansı ki, siyanobakteriya, göl yaşıl yosunlardır. Hüceyrə daxili həzm prosesini həyata keçirir lizosomlar. 61. Hüceyrə mərkəzi. Hüceyrə mərkəzi bilirik ki, hüceyrənin yəni çoxalmasında iştirak etmiş olur. Ona görə də C variantıdır. Fagositoz göstərilənlərdən hansı üçün səciyyəvidir? Heyvan hüceyrəsi üçün, çünki bitki, göbələk, bakteriyalar da ona görə fagositoz baş vermir ki, onların xarici divarı möhkəmdir, hüceyrə divarı ilə örtülmüşdür, amma heyvanlarda hüceyrə divarı yoxdur, elastiki glikokalikslə örtülmüşdür. Hüceyrə nəzəriyyəsinin əsas müddəalarına aid edilə bilməz. İrsi dəyişkənliklər xromosom və genlərə toxunur. Bu, genetikada, yəni biz bundan danışa bilərik. Hüceyrə nəzəriyyəsində hüceyrədən söhbət gedir, hüceyrənin ortaq xüsusiyyətlərindən, hüceyrə bölünərək nədən yaranır. Baxaq digərlərinə. Hüceyrə bütün orqanizmlərin inkişafının və quruluşunun əsas vahididir. Deməli, burada cavab A variantı idi. Bu, doğru fikirdir. Gedə bilər bundan söhbət. Hüceyrələr ana hüceyrənin bölünməsi yolu ilə yaranır. Bu fikir də doğrudur. Bütün çox hüceyrəli və bir hüceyrəli orqanizmlərin hüceyrələri öz quruluşuna görə oxşardır. Bu fikir də hüceyrə nəzəriyyəsinə aiddir. İstənilən çox hüceyrəli orqanizmin inkişafı hüceyrədən başlanır. Bu da hüceyrə nəzəriyyəsinə aiddir. Bakteriyalar barəsində doğru olmayan mülahizə. Deməli, bakteriyalar barəsində doğru olmayan mülahizə, bakteriya hüceyrəsi fermentlərin bioloji fəal maddələrin zəngin dəstinə malikdir. Doğrudur. Bakteriya sitoplazmaya möhkəm yapışan plazmatik membranı vardır. Bakteriya DNT bir xromosomda yerləşir, halqa formasındadır. Bakteriyada hüceyrə orqanoidlərinin bir çoxu yoxdur. Doğrudur. Bakteriyalar cinsi yolla çox sürətlə çoxalır fikri yanlışdır. Sadə bölünmə yolu ilə 20 dəqiqədən bir çoxalır. Cinsi yolla çoxalmır. Birinci və ikinci terminlər arasında mövcud əlaqə tipinin üçüncü və dördüncü terminlər arasında saxlandığını nəzərə alaraq çatışmayan dördüncü termini müəyyən edin. Hüceyrə mərkəzi bölünmə prosesini həyata keçirirsə, ribosomlarda amin turşularından birləşərək zulalın yaranmasında iştirak edir. Yəni, zulal biosintezində iştirak edir. Birinci və ikinci terminlər arasında mövcud əlaqə tipinin üçüncü və dördüncü terminlər arasında saxlandığına nəzərə alaraq çatışmayan termini müəyyən edin. Mitoxondrilərdə kristlər var, xloroplastların daxilində isə təbii ki, tilakoidlərin üst-üstə yığılması nəticəsində qranlar yaranacaq. 67. Eukariot orqanizmdə həm transkripsiya, həm də translyasiya prosesləri gedir. Mitoxondridə gedir, xloroplastda gedir. Amma belə ümumi hüceyrənin özünü götürsək, transkripsiya nüvədə, translyasiya isə eukariotlarda, sitoplazmada getmiş olacaq. Bakteriyalar üçün verilən müddəalardan hansı doğrudur?
Həyatın hüceyrəsiz forması viruslardır. Nüvə pərdəsi onlarda yoxdur. Yalnız başqa bir orqanizm hüceyrəsinə düşdükdə bu virusa aiddir. Həlqəvi xromosoma, mitoxondri və ribosoma malik onların bilirik ki, membranlı orqanoidləri yoxdur. Mitoxondri fikri burada doğru deyildir. Plastid, mitoxondri formalaşmış nüvəsi olmayan bir hüceyrəli orqanizmlərdir. Bu fikir doğrudur. Lizosomların həzmedici xüsusiyyətə malik olan fermentləri dənəvər endoplazmatik şəbəkənin ribosomlarında yaranır. Prokaryotlarda ola bilər. Prokaryotlarda nə ola bilər? Baxıram ki, xlorofil ola bilər, ribosom ola bilər, DNT ola bilər. Cavabımız C-dir. Niyə A-nı götürmədik? Membranlı lizosom var. Membranlı mitoxondri hamısı membranlıdır. Membranlıdır. Ona görə də cavabımız C-dir. Hüceyrədə olan karbon qazının çox hissəsini hansı orqanoidlər istifadə edirlər? Təbii ki, fotosintez prosesində xloroplastlar istifadə edirlər. Golgi kompleksi haqqında verilmiş mülahizələrdən hansı səhvdir? Kanal və boşluqlarında lizosomlar formalaşır. Doğrudur. Kanalcıqların ucunda qovuqçuqlar əmələ gəlir. Bəli, qablaşdırma funksiyası yerinə yetirir. Golgi kompleksinin digər bir xüsusiyyəti plazmatik membranın təzələnməsində iştirak etməkdir. Doğrudur. Membranların üzərində ribosomlar yerləşir fikri dənəvər endoplazmatik şəbəkəyə aiddir. Bu fikir yanlışdır. Membranların üzərində yağlar və karbohidratlar sintez olunur fikri də doğrudur. Dənəvər endoplazmatik şəbəkə üçün söylənənlərdən hansı doğrudur? Mitoxondri olmayan hüceyrələrdə rast gəlinmir fikri elə doğrudur. Çünki bakteriyalardan söhbət gedəcək. Əgər mitoxondri yoxdursa, deməli dənəvər endoplazmatik şəbəkə də membranlıdırsa, o da yoxdur. Ona görə cavabımız elə A variantıdır. Mitoxondrilər üçün söylənənlərdən hansı düzgündür? Daxili membranının yaslaşmış strukturu qran. Qran xloroplasta aiddir. Yalnız bitki orqanizmlərinin hüceyrəsində rast gəlinir. Bu fikir də yanlışdır. Çünki heyvanlarda da rast gəlinir, digər canlılarda da rast gəlinir. Bakteriyalarda amma rast gəlinmir. Membranlarda 2 lipid cərgəsi yox, 4 lipid cərgəsi olmalı idi, 2 lipid qatı olmalı idi. Golgi kompleksi olan hüceyrələrdə rast gəlinir fikri doğrudur. Bəli, Golgi kompleksi membranlıdır. Varsa, mitoxondri də var. Y-də deyir ki, endoplazmatik şəbəkəsi olan hüceyrələrdə rast gəlinmir. Bu yanlışdır. Endoplazmatik şəbəkə varsa, orada mitoxondri də var. Hüceyrənin canlının inkişaf vaidi olmasını sübut edir. Bitki və heyvan hüceyrələrinin quruluş və kimyəvi cəhətdən oxşar olması. Hüceyrənin canlının inkişaf vaidi olmasını sübut edir. Orqanizm sinir humoral yolla tənzim olunması fikri səhvdir. Bütün orqanizmlərin zolallarının eyni amin tuşlarından təşkil olunması səhvdir. Ziqotun inkişaf edib yeni orqanizmə başlanğıc verməsi hüceyrənin canlının inkişaf vaidi. Bəli, cavabımız elə D variantıdır. Çünki ziqot bir hüceyrədən ibarətdir. Və mayalanma nəticəsində yumurta hüceyrənin ziqota çevrilməsi nəticəsində yeni bir orqanizmə başlanğıc verməsi hüceyrənin canlının inkişaf vaidi olmasını sübut edir. Hətta bu Karl Berrin adı ilə bağlı idi. Karl Berr məməllərin yumurta hüceyrəsini kəşf etmiş və canlıların bir hüceyrəli ziqotdan başlanğıc götürdüyü fikrini irəli sürmüşdür. Hüceyrə orqanizminin inkişaf vahididir. Ona görə ki, mayalanmış hüceyrə, yumurta hüceyrə, ziqot inkişaf edib yeni orqanizmə başlanğıc verir. Karl Berrin fikri. Bütün canlılar vahid mənşəyə malikdirlər. Ona görə ki, deməli, bütün canlılar vahid mənşəyə malikdirlər. Ona görə ki, atom səviyyəsində üzvü və qeyri-üzvü aləmin kimyəvi tərkib arasında fərq yoxdur. Bu səhvdir. Çünki bizə canlılardan söhbət gedirsə, onların hüceyrələri quruluşuna və kimyəvi tərkibinə görə oxşardırlar. Cavabımız B olacaq. Buna görə də bütün canlılar vahid mənşəyə malikdirlər. Çünki onların hüceyrələri quruluşuna həm də kimyəvi tərkibinə görə oxşardırlar. Bakteriya hüceyrəsində ribosom, DNT və RNT yerləşir. Hamısı sitoplazmanın içərisində sərbəst halda yerləşəcək. Çünki onların nüvəsi yoxdur. Göbələk hüceyrələrində ribosom və DNT harada yerləşir? Deməli, göbələk hüceyrəsində elə ribosomun da DNT-nin də özü sitoplazmada yerləşəcək. Baxaq indi ki, lap dəqiqliklə haralarda yerləşir. Lizosomda yoxdur ribosom, ona görə getdi. Göbələklərdə xloroplast yoxdur. Ribosom mitoxondridə, dənəvər endoplazmatik şəbəkədə, sitoplazmada sərbəst halda, DNT nüvədə və mitoxondridə yerləşəcək. Cavabımız elə C variantıdır.
Aşağıdakılardan hansı evkaryotdur? Bakteriya, streptokok da bakteriyadır, spiriller də bakteriyadır. Yaşıl yosunlar eukaryotdur. Aşağıdakılardan hansı fotosintez edici prokaryotdur? Göy yaşıl yosun, yəni siyanobakteriyalar. Bitki hüceyrəsində hüceyrə tənəffüsünü təmin edən struktur mitoxondridir. Və mitoxondrilərə baxsaq, matriksi olan orqanoiddir. Onun daxili maye mühiti matriks adlanır. İnsanla simbioz həyat keçirən yeganə canlı bağırsaq çöpü bakteriyalarıdır. Bağırsaq çöpü bakteriyalarında membranlı orqanoidlərə rast gəlinmir və mitoxondrisi yoxdur. İnsanla simbioz həyat tərzi keçirən yeganə canlıda, yəni bağırsaq çöpü bakteriyalarında mövcud deyildir lizosom, çünki membranlı quruluşa malikdir. İnsanda simbioz həyat keçirən yeganə canlıda mövcud deyil. Bu da baxırıq ki, membranlı orqanoid olan xloroplastda yoxdur. İnsanda simbioz həyat keçirən yeganə canlıda mövcuddur deyirsə, təbii ki, ribosomu götürərik. Ribosom elə bakteriyalara görə qədim orqanoid hesab edilir. Şəkildə bitki hüceyrəsində iki orqanoid arasında gedən maddələr mübadilətsi prosesi göstərilmişdir. Hansılar maddələr şəkildəki rəqəmlərə müvafiq ola bilər? Hansı maddələr? Mitoxondri xloroplasta nə verə bilər? Karbon qazı verə bilər, su verə bilər, çünki onun tərkibində yanma nəticəsində karbon qazı su əmələ gəlir, verdiyi də olacaq. Xloroplast bəs mitoxondriyə nə verə bilər? Oksigen verə bilər, çünki əmələ gətirdiyi odur. C6H12O6, yəni şəkər verə bilər, yəni üzvü maddə verə bilər. Baxaq indi doğru gəlirmi? Birinci, karbon qazı və su, üzvü maddə və oksigen. Bəli, cavabımız D variantıdır. Hüceyrənin hansı strukturunun tərkibinə əsasən zülallar və nuklein tuşları daxildir? Xromosom, histon zülalları və DNT-dən təşkil olunmuşdur. Heyvan hüceyrəsinin hansı orqanoidlərində zülallar sintez oluna bilər? Zülal ribosomda sintez olunur. Ribosomun özü də mitoxondrinin də içində var, xloroplastda da var, dənəvər endoplazmatik şəbəkədə də var. Deməli, onların hamısında zülal sintez olunacaq. Bu cavab variantında uyğun cavab variantı B-dir. Bitki hüceyrəsində lizosomların formalaşması Golgi kompleksində gedir. Ona görə də Golgi kompleksində götürərik cavabımızı D variantı. Ribosomların funksiyaları. Ribosom dedikdə zülal sintezi yada düşür. Və bu zamanda zülalların sintezini götürərik. Bütün fermentlər zülaldır fikrinə əsasən fermentlərin sintezini də götürərik və cavabımız 3-4 olar. Şəkildə göstərilən hüceyrə orqanoidi barəsində səhv mülahizə. Şəkildə ayaqqabı içiliyinə bənzər mitoxondri göstərilmiş, hətta burada krislər sözü də qeyd edilmişdir. Və səhv mülahizəni istəyirsə, ikiyə bölünməklə çoxalır fikri doğrudur. İki membranlı quruluşa malikdir, doğrudur. Daxili maye mühiti stroma adlanır fikri, bunlarda matriks adlanmalıydı, matriks. Amma stroma xloroplastlarda adlanır. 93. Yaşıl bitki hüceyrəsinin neçə müxtəlif strukturunda ribosomun hissəcikləri formalaşır deyirsə və yaşıl bitkidən gedirsə söhbət, onun mitoxondrisində formalaşacaq, xloroplastında formalaşacaq və nüvənin tərkibindəki nüvəcikdə formalaşacaq. Ona görə də 3 cavabını götürərik. Açar sözlərdən istifadə edərək mətni ardıcıllıqla tamamlayın. Deməli, iki membranlı olub, ona eukaryot orqanizmlərdə rast gəlinir. Bu hüceyrə orqanizmində həm də prosesi gedir. Onda oksigenin qatlığı az, karbon qatlığı çox olur. Buradan belə tuturuq ki, söhbət mitoxondridən gedir. Ona görə də qeyd edərəm 2. Mitoxondri 2 membranlı olub, ona eukaryot orqanizmlərdə rast gəlinir. Onda üzünü köçürülmə, həm də ötürülmə prosesi gedir. Onsuz da bilirik ki, həm mitoxondridə, həm xloroplastda transkripsiya və translyasiya prosesi getmiş olur. Onda oksigenin qatlığı az, karbon qazının isə qatlığı çox olur. Baxaq, karbon qazı 6-da qeyd edilmişdir. Yəni cavabımız 2, 3, 4, 6 C variantıdır. Mitoxondri üçün verilən fikirlərdən hansı və ya hansıları başqa hüceyrə orqanoidlərinə aid oluna bilməz.
Məsələn, xloroplasta iç membranlıdır, aid edilə bilər. DNT verəntiyə malikdir, xloroplasta aid edilə bilər. Hüceyrə tənəffüsü aid edilə bilməz, buna məxsusdur. Translasiya prosesi xloroplasta aid edilə bilər. Hidrogen protonları daxili membranın daxilinə keçir, mitoxondriya aiddir. Çünki xloroplast olsaydı, daxili membranın xaricinə keçir deyərdik. 3 və 5 A variantı. Verilənlərdən neçə xüsusiyyət şəkildəki orqanoidlər üçün ortaqdır? Söhbət xloroplast və mitoxondridən gedir. Bu mitoxondridir, bu xloroplastdır. Ribosom hər ikisi üçün ortaqdır. DNT RNT-nin olması ortaqdır. 2 lipid cərgəsi yox, 2 lipid qatı olmalı idi. Bu səhvdir. Matriksdə mitoxondriya məxsusdur. İkisi ortaq xüsusiyyətdir. Şəkildə bir hüceyrədə rast gəlinən müxtəlif orqanoidlərin funksiyaları hərflərlə işarə olunmuşdur. X-da xloroplast, Y-də mitoxondri, xloroplast, mitoxondri, Golgi və digərində isə ribosom göstərilmişdir. Buna əsasən doğru olmayan bəndi müəyyən edin. Ribosom orqanoidi öz funksiyasını xloroplast və mitoxondridə orqanoidlərin daxilində yerinə yetirə bilər. Fikri doğrudur. Sonra Golgi kompleksi hüceyrədə yaranan maddələri toplamaq və lizosom fermentlərini sintez etməkdə iştirak edir fikri səhvdir. Lizosom fermentlərini sintez etmək dənəvər endoplazmatik şəbəkədəki ribosomların işidir. Y, yəni mitoxondri enerjinin müəyyən hissəsini kimyəvi rabitə enerjisi şəklində ehtiyat halında saxlar. Yəni söhbət ATF-dən gedir. Bu fikir də doğrudur. Xloroplast işıq enerjisinin müəyyən hissəsini kimyəvi birləşmələr şəklində saxlayır. Fikri də doğrudur. T, yəni ribosom peptid rabitələrin yaranmasını həyata keçirərək zulalın birinci quruluşun əmələ gəlməsinə iştirak edir. Bu fikir də doğrudur. Cavabımız B variantıdır. Kişi orqanizminin bütün hüceyrələrində burada bütün hüceyrələri əslində bütün olmamalı idi. Kişi orqanizminin hüceyrələrində rast gəlinə bilər deməli idi. Və bu zaman 2 növ 2 membranlı orqanoid var. 2 növ 2 membranlı, yəni xloroplastla mitoxondri nəzərdə tutur ki, bu da xloroplast fotosintez edən canlılarda olur. RNT ikiləşir fikri yanlışdır. Bir nüvə var fikri yanlışdır. Çünki onun N-azolaq əzələsi, qaraciyər əzələsi, hüceyrəsi axı çox növəlidir. Hüceyrə divarı bitkidə, göbələkdə, bakteriyada rast gəlinir. Cavabımız C olacaq. Bütün hüceyrələri deməyək də burada belə deyək, kişi orqanizmində ki, hüceyrələrdə 4 növ hərəkət orqanoidinə rast gəlinir. Amma o demək deyil ki, bütün hüceyrələri 4 növ hərəkət orqanoidinin 4-ünə də malikdir. Belə başa düşməyək. Yəni, bütün kişi orqanizmdə 4 növ hərəkət orqanoidinə rast gəlinir kimi başa düşək. Şəkildə verilmiş canlının istənilən hüceyrəsində heç vaxt rast gəlinməz. Xloroplast əlbəttə ki, fotosintez edən canlılarda. Bu şəkildə göstərilib nə? Şəkildə günəbaxan göstərilibdir mən biləni. Günəbaxan. Günəbaxan göstərilibsə, o zaman xloroplastı silərəm. Çünki bir dəqiqə. Burada günəbaxan göstərilibsə, ali bitkilərdə bilirik ki, hüceyrə mərkəzi yoxdur. Ona görə də sentrol cavabını seçərik. Heyvan olsaydı xloroplastı götürərdik. Və keçək 100-cü suala. Sağlam insan orqanizmində hansı hərəkət orqanoidinə malik hüceyrələr birləşərək toxuma əmələ gətirə bilməz? Orqanizmində hansı hərəkət orqanoidinə malik hüceyrələr? Qamçıya malik. Çünki sağlam insanda qamçı spermatozoiddədir. Spermatozoidlərdə birləşib toxum əmələ gətirmir. Məsələn, kirpik leptelin əmələ gətirir, miofibril əzələni əmələ gətirir. Sonra miofibril yenə var burada, əzələni əmələ gətirmiş olur. Ona görə də A variantıdır. Verilən qrafik əsasən işarələnmiş orqanoidləri membranlarındakı lipid cərgəsinin sayına müvafiq olaraq soldan sağa düzgün ardıcıllıqla müəyyən edin. 4-dən lipid cərgəsi olaraq 2-yə, sonra 0-a, sonra da ki, yenə 4-ə qalxmalıyıq. Bu zaman 2 membranlıdan başlayıb 1 membranlı, membransız, 1 membranlı və 2 membranlı olaraq qalxmalıyıq. Bu zaman baxırıq nəyə? Lizosom ortada gəlməməli idi, çünki baxırıq ki, ortada membransız olmalı idi.
Bu cavabımızda xloroplast yox, bir membranlı və axırda xloroplast gəlməli idi. Çünki 4 lipid cərgəsi xloroplastda olacaq. Belə deyək, xloroplast, lizosom, ribosom, Golgi kompleksi, xromoplast. Bu fikir doğrudur. İndi niyə? Xloroplast 2 membranlıdır, 4 lipid cərgəsi var. Lizosom 1 membranlıdır, 2 lipid cərgəsi var. Ribosomun membran strukturu yoxdur. Onlarda lipid cərgəsi 0-a bərabərdir. Golgi kompleksi 1 membranlıdır, lipid cərgəsi 2-yə bərabərdir. Xromoplastda 2 membranlıdır, lipid cərgəsi 4-ə bərabərdir. Ona görə də C variantıdır. 102. Sxemdə X və Y-i nəzərə alaraq nömrələnmiş orqanoidləri müəyyən edin. Baxaq. X membranlı quruluşa malikdir. X deməli 1-də 2-də membranlı quruluş olmalıdır. Y isə üzvü maddə sintez etməlidir. Yəni 2 ilə 3-ün ortaq xüsusiyyəti olmalıdır. Baxıram ki, ribosomla lizosom burada üzvü maddə sintez etməkdə ortaq ola bilməz. Çünki lizosom parçalayanda ribosom üzvü maddə əmələ gətirəndir. Xloroplastla da hüceyrə mərkəzi üzvü maddə əmələ gətirməkdə bir araya gələ bilməz. Yəni Y-ə 2 ilə 3-ə xloroplast hüceyrə mərkəzi qoya bilmərəm. Amma baxıram ki, mitoxondri ilə xloroplastı qoya bilərəm. Əvvəlinə keçəndə baxıram ki, ribosomu 1-ə, mitoxondrini isə 2-yə qoya bilmərəm. Niyə? Çünki ribosomun membran strukturu yoxdur axı. Ona görə o da getdi. Burada D də getdi. Cavabımız Y olacaq. Yoxlayaq. Lizosom və xloroplast. Membran quruluşludurmu? Bəli, bu 1, bu 2 membranlıdır. Xloroplast və mitoxondrini 2 ilə 3-ə qoya bilərəm? Bəli. Xloroplast şəkər üzvü maddəsi, mitoxondri isə ATF hazırladığına görə bu da üzvü maddədir və Y variantı doğrudur. Verilənlərdən hansı A və B-də olub, C-də rast gəlinmir? Yəni, bakteriya və bitki hüceyrəsində olsun, virusda rast gəlinməsin. Nüvə bakteriyanın heç özündə yoxdur. Sonra, burada da C-də tütün mozaikası virusu göstərilibdir. Bunun tərkibi RNT-dən təşkil olunmuşdur. Cavabımız DNT olacaq. Çünki DNT A-da da var, B-də də var, amma C-də yoxdur. RNT hər üçündə də var. Kirpik heç bakteriya, yəni A-da da, B-də də, C-də də yoxdur. Zolal hər üçündə də var. Ona görə cavabımız D variantıdır. 104. Hərəkət orqanoidinə malik istənilən bir hüceyrəli canlıda verilənlərdən hansına rast gəlinir? Belə deyək, əgər hərəkət orqanoidinə malik istənilən bir hüceyrəli canlı deyirsə, burada biz bakteriyanı da nəzərə almalıyıq. Digər bir hüceyrəliləri də, yəni göbələyin də, bitkinin də, heyvanın da nəzərə almalıyıq. İstənilən canlı dediyinə görə ribosom bakteriyada da var deyə rahat götürürük. Lizosom membranlı quruluşdur. Plazmatik membran bakteriyada da var, digər canlılarda da plazmatik membran var. Membran quruluşludur, mitoxondri getdi. Hüceyrə mərkəzi bilirik ki, bakteriyalarda yoxdur. Hüceyrə divarı, hərəkət orqanoidinə malik istənilən bir hüceyrəli dediyinə görə burada heyvanda nəzərə alırıq. Heyvanda da hüceyrə divarı yoxdur. Ona görə götürmürük. Cavabımız 1-3-C variantıdır. Dənəvər tel deyəndə, deməli, mitoxondridən söhbət gedir. Mitos, sap tel, xondrion, dənəvər deməkdir. Üzünü köçürmə, həm də ötürülmə prosesinin getdiyini söyləmək olarmı? Çox da gözəl olar. Mitoxondrinin maye mühiti matriksdir. Və eyni mühitdə, yəni matriks mühitində həm üzünü köçürmə transkripsiya, həm də ötürülmə transliyasiya prosesləri gedə bilir. Olar, çünki onda hər növ polinukleotiddə və ribosoma rast gəlindiyinə görə bu fikri söyləmək olar. Sxemdəki orqanoidi, yəni mitoxondrini müəyyənləşdirib doğru variantı təyin edin. Mitoxondridə transliyasiya gedir, RNT var, transkripsiya gedir, stroma aiddir xloroplasta. Ona görə A plus B mənfi cavabımız Y-dir. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Xloroplast mitoxondri xlorofil pigmentinə malikdir. Xloroplast 2 membranlı quruluşa malikdir hər ikisi. Hüceyrə tənəffüsünü təmin edir mitoxondri. ATV sintezində iştirak edir deyirsə hər ikisi. Daxili membranı qıranlar əmələ gətirir deyirsə xloroplast. DNT-yə malikdir hər ikisi. Baxırıq cavab variantımıza 1, 5, 2-də 3 və 2, 4, 6.
Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Xloroplast mitoxondri işıqda oksigen qaz əmələ gətirir. Xloroplast 2-yə bölünməklə çoxalır. Hər ikisi. Hüceyrə tənəffüsünü təmin edir. Mitoxondri. Daxili membranı qırışlıdır. Hər ikisi. Daxili membranı krist əmələ gətirir. Mitoxondri. Ribosoma malikdir. Hər ikisi. Birincidə 1, ikincidə 3, 5, 2, 4, 6 isə üçüncüyə aiddir. Y variantı. Cədvəldə canlılara aid bəzi strukturlar və proseslər əks olunmuşdur. X hansı aləmin bir hüceyrəli nümayəndəsi olsa, onu bütün işarələnmiş kəsişmələrə yazmaq olar. Baxırıq ki, plazmatik membranı var, zolal sintezi gedir. Bu bütün canlılarda, yəni müəyyən olunur. Plazmatik membrana malikdir, zolal sintez bütün hüceyrələrdə gedir. Hüceyrə divarına malikdir. Belə deyək. Buradakı heyvanı çıxaram, çünki hüceyrə divarı yoxdur. Fotosintez gedir deyirsə göbələyi çıxaram, çünki 2-də fotosintezdə getsin deyir. 3-də də həmçinin, sonra 5-ə baxıram. Xemosintez gedir deyirsə söhbət bağlandı, çünki yalnız xemosintez prosesi bakteriyalarda gedir. Hansı canlı qruplarının hüceyrələrində mitoxondri ola bilər? Virusda olmaz, bakteriyada olmaz. Qalan 3, 4 və 5-də mitoxondrilərə rast gəlinir. Eukariot orqanizmlərin hüceyrəsində ribosoma rast gəlinər. Eukariot orqanizmləri. Ribosom sərbəst halda sitoplazmada, mitoxondrinin tərkibində, plastidlərin içərisində, tənəvvəl endoplazmatik şəmbəkənin membranı üzərində rast gəlinəcək. 1, 3, 4 və 5-də rast gəlinmiş olacaq. 112. Doğru kəsişmələri müəyyən edin. Göbələk. Hüceyrələr quruluşuna, həyat fəaliyyətinə və maddələrin mübadiləsinin gedişinə görə oxşardır. Doğrudur, çünki çox hüceyrəlidir, həm də ki, hüceyrə quruluşa malikdir. Sinir humoral yolla tənzimlənir fikri yanlışdır, heyvanlara məxsusdur. Hüceyrə canlı orqanizmin ən kiçik quruluş və inkişaf vahididir, fikri doğrudur. Hər bir yeni hüceyrə qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Bu Schleyder-Naşvanın fikri idi və yanlış bir fikir idi. Yəni ona görə çıx qoyarıq. Doğru kəsişmələr 1 və 3-dür. Şəkildəki orqanoidin xüsusiyyətləri hansılardır? Mitoxondrinin xüsusiyyətləri. Tərkibində kristləri var. Monosaxaridlərin sintezində iştirak edir, səhvdir. Zolal sintez olunur. Prokaryotlarda rast gəlinir, fikri səhvdir. Xarici membranı hüceyrə divarıdır, səhvdir. 2-yə bölünməklə çoxalır. Struktur komponenti tilakoiddir, xloroplasta aiddir. Ribosomları və DNT-si vardır, fikri doğrudur. Həm ekariot, həm də prokaryot orqanizmlərdə deməli, rast gəlinir. Hüceyrə membranına rast gəlinir. Plazmatik membrandan söhbət gedir. Transkripsiyaya da, transliyasiyaya da rast gəlinir. Membranlı orqanoidlər prokaryotlarda rast gəlinmir. Formalaşmış nüvəsi prokaryotda yoxdur. Holgi kompleksi prokaryotda yoxdur. Cavabımız 1, 2 və 4 olacaq. Həm ekariot, həm də prokaryot orqanizmlərdə rast gəlinir. Xloroplast kimi membranlı orqanoidlər prokaryotlarda rast gəlinmədiyinə görə ortaq deyil. Ribosomu düzgündür, RNT düzgündür, fotosintez hər ikisində gedir, endoplazmatik şəbəkə membranlıdır, rast gəlinmir. Hüceyrə nüvəsi üçün verilən mülahizələrdən doğru olanı müəyyən edin. Bütün hüceyrələrdə sayı təkdir, fikri səhvdir. Məsəl üçün, ola bilər ki, qaraciyər hüceyrəsi, enlə zolaqlı hüceyrə, sonra sümükli hüceyrəsi, bunlarda çox nüvəli olacaq. Eritrosit ola bilər ki, onda olmayacaq. Trombosit olacaq ki, olmayacaq. Membranda 4 lipid qatı var. Bəli, hüceyrə nüvəsi dedikdə bu 2 membranlıdır. 2 membranlıdırsa 2 lipid qatı var, 4 lipid cərgəsi var. Deməli, bu fikir də səhvdir. Daxilində yalnız 4 növ nukleotitə rast gəlinir. Nüvənin tərkibində həm DNT, həm RNT olduğuna görə 8 növ nukleotitin 8-nə də rast gəlinir. Daxilində ribosomun hissəciklərinə rast gəlinə bilər. Bəzi ekariot hüceyrələrdə olmaya bilər fikri də doğrudur. Yəni 4-dən 5 fikri doğrudur. Şəkildəki orqanoid xloroplastdır. Daxili qırışları krist adlanır, səhvdir. Bu mitoxondriya məxsusdur. Daxili membranlarında potensiallar fərqi yaranır. Bu da doğrudur.
Daxilində membransız orqanoidə, yəni ribosoma rast gəlinir. 3 aləmin çox hüceyrəlilərində rast gəlinir. Bu fikir yanlışdır. Belə deyim, 4 aləm var. Onlardan bakteriyaları ayırsaq, 3 aləm çox hüceyrəlidir. Göbələklərdə də ümumiyyətlə, yəni yoxdur. Fotosintez prosesi getmir, xloroplast belə yoxdur. Əlimizdə qalır 2 aləm. Heyvanların da çox hüceyrəlisində xloroplast yoxdur. Bir hüceyrəlilərində rast gəlinə bilər. Yaşıl evglenada, volvoxda. Fikir səhvdir. Nukleotidlərin bütün növlərinə rast gəlinir fikri doğrudur. Çünki xloroplastın tərkibində DNT və RNT var. Ona görə də 8 növ nukleotidə rast gəlinir. Monosaxarid sintez olunur. Fikri də doğrudur. Cavabımız 2, 3 və 5, 6-dır. Hansı bənddə verilən hüceyrələrdə hərəkət xidmət edən ən qədim orqanoid var? Ən qədim hərəkətə xidmət edən qamçıdır. Çünki arxedə bakteriyalarda mövcud idi. Ona görə 7, 8 və 6-nı götürərik. 6, 7, 8. Digərləri qamçı olmadığına görə götürmərik. Sonra 119. Daxili mütəviyyatı sitoplazm ilə 4 lipid cərgəsi ilə ayrılan bütün orqanoidlər. Təbii ki, söhbət mitoxondri və xloroplastlardan gedir. 2 növ polinukleotitə malikdir, doğrudur. Lizosom əmələ gətirir, Golgi kompleksidir. Zolal sintezi edir, çünki ribosomu var. Transkripsiya prosesini icra edir, fikri doğrudur. Hüceyrə daxili həzm lizosoma aiddir. Cavabımız 1, 3, 4 aiddir. Ali bitki hüceyrəsində 8 növ nukleotid, 5 növ azotlu əsasa malik olan orqanoidləri müəyyən edin. Ali bitki deyirsə, mitoxondrini götürərəm, leykoplastı götürərəm və salam. 1 və 4-ü götürərəm. Çünki plastidlər bir də ki, mitoxondridə həm DNT, həm RNT olduğuna görə 8 növ nukleotid, 5 növ azot əsası olur. 121. Verilən hüceyrələr üçün ortaq olmayan xüsusiyyətləri müəyyən edin. Hidrogen protonlarının daxili membranından xaricə keçməsi. Bilirik ki, heyvan və bitki hüceyrəsi göstərilmişdir. Hidrogen protonlarının daxili membrandan xaricə keçməsi xloroplasta məxsusdur. Ona görə də bu ortaq xüsusiyyət sayılmır. Polisaxaridləri sintez edən hüceyrə orqanoidlərinin olması. Polisaxaridlər dedikdə, polisaxaridlər məsəl üçün Golgi kompleksində də əmələ gəlirdi, amma endoplazmatik şəbəkədə də əmələ gəlirdi. Ona görə bu aid xüsusiyyət ola bilər. Polinukleotidlərin sintezi heyvan bitki hüceyrələrində gedə bilər. Genetik koda malik olmaq hər ikisində ola bilər. Sitokinez zamanı sitoplazmanın xaricdən daxilə ayrılması. Bu, heyvan hüceyrələrində gedir. Çünki heyvan hüceyrələrinin xaricində hüceyrə divarı olmadığına görə rahat şəkildə boğumlanıb bölünə bilir. Yəni, bu ortaq xüsusiyyət sayılmır. Golgi kompleksinə daxil olan maddədən bölünmə lövhəsinin yaranması bu bitki hüceyrəsində gedirdi. Golgi kompleksinin hesabına bölünmə lövhəsi əmələ gələrək mərkəzdən kənarlara doğru hüceyrəni bölərəkdən bölünməsini təmin etmiş olur. 5-də uyğun deyil. 1, 5, 6. Mitoxondri membranındakı lipid cərgələrinin sayı mitoxondri 2 membranlı olduğuna görə lipid cərgələri 4-dən olacaq. Hüceyrədə endoplazmatik şəbəkə hamar və dənəvər olmaqla 2 olacaq. Cavabımız 6-dır. Endoplazmatik şəbəkə hamar və dənəvər olmaqdan 2 növü var. Leykoplast membranındakı lipid cərgələrin sayı 4-dür. Bu da olacaq 6. Bakteriyaların bölünməsinə sərf olunan zaman 1 saatdır. Bakteriyaların başlanğıc sayı 8-dir. Əmələ gələn bakteriyaların sayı isə, deməli, nəsli tapsaq, zaman bölünsün 20 dəqiqə, 1 saatımızı çevirərik 60 dəqiqə, 60 dəqiqəni də 20-yə böldükdə nəslimizi 3 taparıq. NT bərabərdir, N0 vurulsun 2 üstü N-dən, N0-ımız NT bərabərdir, N0-ın yerinə 8 vurulsun 2 üstü N, yəni 2 üstü 3. 2 üstü 3-ümüz 8, cavabımız 64 olar, əmələ gələn bakteriya. Burada isə 128 olar. Bakteriyaların başlanğıc sayı var, əmələ gələn bakteriya sayımız var, 128-dir. Yaxşı, bəs biz indi buradan saatı tapmaq üçün nə edərik? Belə edərik, NT bərabərdir, N0 vurulsun 2 üstü N-dən, NT bölünsün N0-ımız olar 64, 2 üstü N bərabərdir, 64-ümüz 2 üstü neçəyə bərabərdir? 2 üstü 6-ya bərabərdir.
nəsil sayımız n bərabərdir 6-dır. Və n bərabərdir t bölünsün 20 düsturundan istifadə etsək, n-in yerinə 6 qoyduqda t bərabərdir 120 dəqiqə edir. T-miz 120 dəqiqə edir. 120 dəqiqəmiz də 2 saatdır. Bəli. 2 saatdır. Buradan baxırıq 125-ci suala. Bakteriyaların bölünməsinə sərf olunan zaman 1 saatdır. Başlanğıc say 16-dır. Əmələ gələn bakteriyaların sayı isə 2A-dır. N bərabərdir t bölünsün 20 düsturundan 1 saatımız 60 dəqiqəni 20-yə böldükdə nəsil sayımız 3 edər. NT bərabərdir N0 vurulsun 2 üstü N düsturundan N-imiz 16 vurulsun 2 üstü 3 bərabərdir 8 dəfə 6 48 düzdür 128. Deməli 2A-mız 128, A-mız 64-dür. Başlanğıc say 1-dir və zamanı istəyir bizdən. NT bərabərdir. N0 vurulsun 2 üstü N-dən. NT-miz 64. N0-mız 1 vurulsun 2 üstü N. 2 üstü N bərabərdir 64. 2 üstü N bərabərdir 2 üstü 6. 6-dır və n bərabər t bölünsün 20 düsturundan 6-nı 20-yə vurduqda 120 dəqiqə edər. 120 dəqiqəmiz isə 2 saatdır və cavabımız burada da 2 saat olacaq. 126. Eukaryot bir hüceyrənin malik olduğu orqanoidlərin sayının faizlə miqdarı göstərilmişdir. Bu hüceyrə haqqında verilən ifadələrdən neçəsi doğrudur? Mitoxondri verilib 30%, xloroplast verilib 35%, ribosom verilib 20%, Golgi kompleksi 10%, digərləri isə 5% verilmişdir. Bu hüceyrə haqqında verilən ifadələrdən neçəsi doğrudur? Yalnız 65% orqanoid üzüm maddə sintez edə bilər. Baxıram ki, mitoxondridə, xloroplastda, ribosomda bunların hamısı üzüm maddə sintez edə bilirlər. Hətta Golgi kompleksi də yağ, karbohidrat da sintez edə bilir. Deməli, bu fikir səhvdir. Membransız orqanoidlər 20%-dən azdır. Baxıram, membransızlar hansılardır? Ribosomdur, digərlərinin içərisində də var. Yəni 20%-dən az olması səhvdir. ATF sintezi 30% orqanoiddə gedir. ATF-in sintezi mitoxondridə də gedir. Xloroplastın içində də gedir. Ona görə bu fikir də səhvdir. İki qat membranlı orqanoidlərin miqdarı 50%-dən çoxdur. İki qat membranlı orqanoid mitoxondridir, xloroplastdır. Bu doğrudur. Orqanoidlərin yalnız 20%-də zülal sintez edilir. Orqanoidlərin baxın, ribosomda da gedir, xloroplastda da, mitoxondridə də, hətta digərlərinin içərisində dənəvər endoplazmatik şəbəkə varsa, onun da içərisində gedir. Ona görə bu fikir səhvdir. Bir dənə fikir doğrudur. Eukaryot bir hüceyrədə işarələnmiş A molekulu X, Y, T, Z istiqaməti üzrə yerdəyişmə edərsə, X orqanoidinin daxilində Z orqanoidinin daxilinə nəql olunana qədər müvafiq olaraq bu orqanoidlərə məxsus cəmi neçə lipid qatından keçəcək? A molekulu yerdəyişmə zamanı Y, Z və T-yə bilavasitə sitoplazmadan daxil olur. Belə deyək, X-miz mitoxondri, Y-miz endoplazmatik şəbəkə, T-miz deməli olacaq Golgi kompleksi. Z-miz isə lizosom olarsa və Z-in daxilində olan bir maddənin Z-in daxilindən çıxmaq üçün elə 2 lipid cərgəsindən keçəcək. Daha doğrusu 2 lipid qatından keçəcək. Çünki bizdən lipid qatı istənilir. Sonra sitoplazmaya daxil olub endoplazmatik şəbəkənin içərisinə girəndə 1 lipid qatı keçəcək. Çıxanda 1 lipid qatı keçəcək. Hara getdim?
Bəli. Bir lipid qatı keçəcək və çıxanda da bir lipid qatı çıxacaq. Golgi kompleksində daxil olduqda bir lipid qatı, xaric olduqda da bir lipid qatı keçmiş olacaq. Yəni cəmisi 2-dən olacaq. Lizosomun isə yalnız içərisinə girdiyinə görə elə içinə girəndə bir lipid qatı keçmiş olacaq. 2, 2, 2, 1 cəmisi olacaq 7. Uyğunluğu müəyyən edin. Müxtəlif ölçüyə malik 2 hissəcikdən ibarətdir. Yəni ribosomdan söhbət gedir. Bir membranlı quruluşa malikdir. 2-yə bölünmə yolu ilə çoxala bilir. 2-yə bölünmə yolu ilə A mitoxondri. Ribosom 2 müxtəlif ölçülü. Xloroplast 2-yə bölünmə yolu ilə çoxala bilir. Hüceyrə mərkəzi heç birinə aid deyil. Golgi kompleksi isə bir membranlı quruluş, yəni Y variantı. Uyğunluğu müəyyən edin. Qeyri-üzvü, deməli, hamar endoplazmatik şəbəkəni aid edərəm bir membranlı quruluşa. Ribosomu, deməli, aid edərəm. Ribosomu bir-birinə perpendikulyar, heç birinə aid etmərəm. Xloroplastı aid edərəm. Qeyri-üzvü maddədən üzvü maddə sintez edirəm. Çünki üzvü maddə sintez edir bilirik fotosintez nəticəsində. Hüceyrə mərkəzinə aid edərəm perpendikulyar yerləşmiş simciklərdən təşkil olunmuşdur. Golgi kompleksində bir membranlıya aid edərik. 1A-Y, 2D, 3C. Şəkildə əsasən uyğunluğu müəyyən edir. Şəkildə plazmatik membran göstərilmişdir. Deməli, 1 zulaldır. 2 lipid cərgələri göstərilibdir. 3-də isə polisaxarid göstərilmişdir. 3-ə A gedər. Biopolimer deyil. Lipidlərə gedər. Mürəkkəb maddədir, amma biopolimer deyildir. Polipeptid 1-ə gedər, çünki zulaldır. Translyasiya nəticəsində yaranıbdır, zulala gedər. Polinukleotiddir. Burada heç birinə getməz, çünki heç birində polinukleotid yoxdur. Sadədə mürəkkəbə doğru yerləşmə ardıcıllığını müəyyən edin. Nukleotid, gen, genlər birləşir DNT-də, DNT xromosomun içərisində, xromosom yerləşir nüvədə, nüvə yerləşir hüceyrədə. Mürəkkəbdən sadəyə doğru yerləşmə ardıcıllığını müəyyən edin. Hüceyrənin mərkəzində nüvə, nüvənin içərisində xromosomlar, xromosomların içərisində DNT, DNT-nin içərisində isə gen, genin içərisində nukleotidlər yerləşmiş olacaq.